Hörmətli izləyicilər, mən bir neçə dəfə video paylaşdım bir kineziologiya mərkəzindən. Yəni harda əgər sizin müəyyən köhnə sınıqlarınız var, onurğa ilə olan problemləriniz var, orada siz şəfa tapa bilərsiniz, müalicə tapa bilərsiniz. Mənim şəxsiyə çox yazanlar oldu. Hətta yazanların da bəzi böyük bir qismi məndən xahiş edirlər ki, hansısa bir video təqdim edeyim müalicədən qabaq və müalicədən sonra. Buyurun, indi mənim danışığımdan sonra siz həmən bir videolardan birinə baxa bilərsiniz. Həmən o sözü gedən videoda söhbət gedir bir cavan oğlandan, hansı ki 2017-ci ildən skalyoz xəstəliyinin çox bir ağır dərəcəsindən əziyyət çəkir. Hətta 4-cü dərəcə əlilliyi də var. Onu da sizə deyim ki, bu adam yəni çoxdandır ancaq korsetlə hərəkət edir, normal qidalana bilmir. Bu da nəticədə gətirib çıxartıb ki, bu çox cansız, zəif, yəni öz yaşıtlarına inkişafı uyğun deyil. İndi siz görəcəksiniz əvvəl, yəni müalicədən əvvəl və müalicədən sonra olan nəticəni. Xüsusi qeyd eləmək istəyirəm ki, müalicə hələ davam edir. Bu cəmi 12 günün, yəni bir nəticəsidir. Yəni 12 gün nəticəsində bu insan artıq korsetsiz hərəkət edə bilir və normal qidalana bilir. O videodan sonra da mən sizə deyəcəm ki, həmən o mərkəzin ünvanını, həmçində kontaktları bu videonun aşağı hissəsində mən qeyd edəcəm. Buyurun, gəlin birgə baxaq həmən videoya. Zəhmət olunursa əllərinizi irəli uzadın. Yavaş-yavaş yuxarı qaldırın. Tam şəkildə nə qədər qaldıra bilirsiniz. Aha. İndi belə. Əziyyət çəkirsən eləyəndə elə. Ağrılıdır amma çox yox. Aşağı sal əllərini. İndi yenə də irəli gəl, kürək nahiyəni. Bayaqki kimi. Aha. Arxa elə. Ay sağ ol. İndi qaldır, nə qədər qaldıra bilirsən, qaldır balam sən. Ay, sağ ol, Bugün həstəmizin 5-ci prosedurudur. Keçən səfərki ayın 13-dən gəlirsən də bizim yanımıza. Bugün ayın 25-idir. 25-dən bugünə fərqi göstərmək istəyirik sizə. Zəhmət olmasa əllərinizi irəli uzadın. Yuxarı qaldırın. Tam yana verin. İndi aşağı salın. İndi arxanızı çörün. Eyni hərəkətləri, amma arxa hissə eləyin. Keçən səfərki ilə bu səfərki fərqi odur ki, keçən səfər Asimin qolları açılmırdı. Tam qoltuq nahiyəsində fərq var idi. Birinci videonun mən bu ikincini montaj edib sizə göstərəcəm. Tam arxaya sıx qollarını Asim. Yuxarı qaldıra bilirsən. Sağ ol. Kürək lapatka hissələri tam açılıb. Esvari aşağıdan 10-15 sm fəqərə tam düzəlib. Bizim bu dəqiqə əziyyət çəkdiyim yuxarıdan da fəqərə onurğa sütunu düzəlib. Tam ortada 10 sm qalan bir hissə var. 2017-ci ildə mən bu korsetə taxaraq 50 vəziyyətinə gəlib çıxdım. İnsanlara buradan müraciətim odur ki, korset taxıb özlərinə şikəst eləməsin. Sən 5-ci prosedur. Bəli. Sən ayın 13-dən bizə müraciət edəndə 13-dən biz sənlə məşğul. Sən gəlirsən. Özündə nə kimi dəyişikliklər hiss edirsən? Zəhmət olmasa izah. Onurğamda ağrılar var idi. Korsetlə ağrınırdım. Korseti çıxardandan sonra da ağrılarım azaldı. Günün içində belə yemək 5 dəfə. Normal yer qidalana bilirsən. Bəli. Yemək sən əziyyət vermir ki? Xeyr. Nəfəs almamızda yəni daralırdı, sıxılırdı, nəfəs alırdı. Necə? Yaxşıdır. Korsetlə çörək yeyə bilmirdim. Ağrılarım çox idi. İndi korseti çıxarmışım. Rahat ağrılarım azalıb, rahat çörək yeyə bilirəm. Gördünüz də videonu da. Onu da mən xüsusi qeyd eləmək istəyirəm ki, həmən uşaq
həmən mərkəzə müraciət etməkdən qabaq 36 kilo çəkisi var idi. Yəni qeyd etdiyim kimi müəyyən səbəblərə görə, o skalyoz xəstəliyinin səbəbinə görə bu uşaq normal qidalana bilmirdi. Yəni təqaüdçüdür. Ayda müəyyən qədər hətta pul alır dövlətdən. Yəni əlillik olduğuna görə 4-cü dərəcəli əlil. Müalicədən sonra, yəni müalicə hələ davam edir, qeyd etdiyim kimi. Cəmi 12 seansa bu uşağın çəkisi 36-dan qalxıb 40-a. Yəni bu doğrudan da, yəni başa düşənlər indi başa düşəcək, çox real bir nəticədir. İndi ünvan. Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrosu, Life Med Center. Kontakt telefon nömrəsində mən bu videonun aşağısında qeyd edəcəm. Buyurun, müraciət eləyin. Allah bütün ehtiyacı olanlara kömək olsun. Sağlam olun. Qəlbdən qəlbə.